Deməli Ülviyə xanım, dünən bir kitab oxudum, Madam Bavary. Kitabda oxuduqca müasir dövrümüzü görürdüm. Elə bilirsən ki, kitab bu günü bizə danışır. İndi hal-hazırda sosial şəbəkələr insan həyatına, ailə münasibətlərinə, qadınlara necə təsir edir? 19-cu əsrdə Flaubert'in Madame Bovary əsəri çap olunandan sonra ümumiyyətlə psixologiya elmi meydana çıxdıqdan sonra psixologiya elmində də bavarizm termini özünə yer elədi. Bavarizm məmnuniyyətsiz və gözləntiləri qarşılanmayan qadın obrazıdır. Həyat haqqında məlumatı olmayan, reallıqdan qopuq və öz gözləntilərinin içərisində itib batan qadın obrazı. Flaubert xanım Bovary haqqında, Emma haqqında belə deyirdi. O çoxlu romantik ədəbiyyat oxumuşdur və bu romantik ədəbiyyatın, romantik əsərlərin həyata qətiyyən dəxli yox idi. Bugünkü sosial şəbəkəmiz kimi. Hazırda 21-ci əsrin ən böyük reallıqlarından biri, yalançı reallıqlarından biri bizim sosial şəbəkə anlayışımızdır. Sosial şəbəkə anlayışı bizə illərdir təlqin olunan qonşunun tarlası yaşıldır. Yaşıldır. Onun ağacı daha gözəl meyvə Onun gətirir. ağacı daha gözəl meyvə gətirir. Xalqın uşağı bizim uşaqdan həmişə ağıllıdır. Deyimlərimizin haqq qazandırılmış və reallaşmış formasıdır. Sosial şəbəkə böyük bir yalan maşınıdır, yalan istehsalçısıdır. Və bu yalan istehsalçısı insanlara xüsusilə reallıqdan qopuq böyüdülmüş şəxslərdə həyatla reallığı qiymətləndirmədə çətinlik çəkən adamların ən böyük qırılma nöqtəsidir. Bu qırılma nöqtəsini öz əsərində qələmə alan Flaubert bəlkə də heç vaxt ağlına gətirməzdi ki, sosial şəbəkələr olacaq, emmaların sayı çoxalacaq və bu emmaların sayının çoxalması ailələrdə boşanmaları sürətləndirəcək. Amma gəlin biz emmanın ümumiyyətlə müasir variantına baxaq. Müasir emmaların tələbi nədir? Nə istəyirlər? Qəribə də olsa, sevgi elə bir hissdir ki, öz gəlişi ilə bizdə çox ali arzularımız oyadır. Bu ali arzulardan biri də insanın hər şeyinin həmin şəxslə təmin olunma illüziyasıdır. Biz elə güman eləyərik ki, qarşımızdakı ağatlı oğlandır. Şahzadələrimizi gözləyir. Şahzadələrimiz gözləyir və gələni də şahzadə kimi qavrayırıq. Reallıqdan qopma, ideal məndən əziyyət çəkən zaman bu meydana çıxır. Sevgi barədə fizioloji, yəni bioloji izahatdan biri də budur ki, sevgi insan aşiq olarkən insanın göz bəbəyi böyüyər. Şokolad yeyərkən də eyni effekti yaşayırıq. Ona görə də şokolad yeməkdən heç imtina eləmərik və bunu çox sevdiklərimiz arasına daxil edərik. Çünki niyə? Göz bəbəyi böyüyür və gözümüzə dünya daha al-əlvan və gözəl görünür. Sevgi bitən zaman göz bəbəyi kiçilib həmin ölçüsünə qaydanda biz reallığı görə bilirik. Ona görə də sevgi gəlir, göz bəbəyimiz böyüyür və dünya gözümüzə al-əlvan görünür. Qarşımızdakı şəxs ağatlı oğlandır və bütün gözləntilərimizin qarşılanacağını gözlədiyimizə görə həmin şəxsə bütün gücümüzlə yüklənərik. Həddindən artıq çox şey gözləyirik adamlar. Və bu şəhzadədir, o hər şeyi bacaracaq. Bəli. Və bu gözləntilərimizə görə də qarşımızdakı şəxsdə ki, məlumdur ki, kişilər şövqlənməyi sevərlər. Ondan sonra daha çoxunu vəd eləməyi sevərlər və onlar da bu şövqlənmə, bu gözləntilərin qarşılığında belə bir ortam, belə bir mühit yaranar, belə bir atmosfer yaranar və bu atmosfer ta ki ilkin reallıqda qabları yumağa göndərilənə qədər davam edir. Axı qabları kimsə yumalıdır. Yəni bu gözləntilər, sevgi gələn zaman bütün o gözəlliklər, bütün o ali duyğular yaranar və biz eyni uşaqlıqda olduğumuz kimi atamızın göydən ulduzların dərə bilmədiyinin frustrasiyasına, necə deyərlər, xəyal qırıqlığına uğradığımız kimi, həmin şəxsdə də xəyal qırıqlığına uğradığımız anda bizim gözləntilərimizlə bərabər qorxularımız da kükrəyər. Qorxularımız onda meydana çıxır belə. Qəfil ayılanda ki, ay da sən demə bu ağatlı şahzadə deyil.
qəfil qorxular çıxır, özünü ortalığa qoyur ki, mən nə edəcəm? Problem oradan yaranır. Problem ən çox gözləntilərin həddini bilməməkdən qaynayır. Gözləntilərin həddini bilmək nə deməkdir? Ümumiyyətlə travma bizdə sərhədləri müəyyən etməyimizdə, ölçüləri, məsafələri görməməyimizdə maneçilik yaradır. Biz harada başlayacağımız və harada bitəcəyimiz və hara gedəcəyimiz və necə dayanacağımızı bilmədiyimizə görə biz elə bilərik ki, qarşımızdakına sevgini bolluca bəxş eləyirik. Ondan isə sevgi sadəcə damcılayır. Və bu paradoksal vəziyyət bizi o qorxuya sürükləyər ki, sanki qarşımızdakı bizim üçün daha az əziyyət çəkir, bizim üçün daha az iş görür, bu münasibəti qurtarmaq və bu ailəni qurtarmaq üçün daha az səy göstərir, daha az sevgi qoyur. Burada daha az mənim daha çoxlarımla üzləşir. Burada daha çoxu mən ona daha çox sevgi verməyimlə yox, o daha çox gözləntimlə əlaqədar olduğunu çözə bilmədiyimə görə, yəni əslində elə məndə də sevgi eyni həmin damcı formasındadır. Amma mənim gözləntim böyükdür, yəni daha çox sevgi verdiyimi, necə deyirlər, zənn edirəm. Məhz bu zənn ailələrin kökünü sarsıdır. Və bu zaman əslində məsələ nifrət deyil, məsələ orada qəzəb deyil, məsələ burada etimadsızlıqdır. Mən qarşı tərəfə güvənmirəm, mən qarşı tərəfə etimad göstərmirəm, mən qarşı tərəfin sözünü doğru qəbul eləmirəm, mən qarşı tərəfin nə qədər səmimi olduğuna inanmıram. Mən nə başa düşürəm ki, burada fədakar mənəm, burada qurban verən mənəm, burada əziyyət çəkən mənəm, burada mənəm və bütün münasibət hamısının yükü mənə yüklənib və mən bir gün bu yükü atmaq bu yükü atıram və yaxud da sadəcə yükdən qurtuluram. Və bu qurtulma, boşanma, məhkəmə, ayrılıqlar, davalar, qəlb qırmalar və ailə yavaş-yavaş süquta doğru gedir. Çünki orada biri yalnız özünü xəslədiyini, digərinin isə heç eləmədiyini güman eləyirsə, təbii ki, yenə də burada yenə qayıdırıq uşaqlığa, yenə uşaqlıq münasibətlərinə qayıdırıq, qız uşaqlarının necə böyüdülməsinə qayıdırıq, kişi ilə necə münasibətlərin tənzimlənməsinə qayıdırıq. Çünki kişi-qadın münasibətləri emosiya və davranışın vəhdətidir. Qadın ortaya emosiya qoyar, kişi davranış. Yaradılışımız o formadadır da bizim. Baxış nöqtəmiz o formadadır. İlk baxışda məsələlər, ən böyük problemlərdən biri bizim cinslər arasındakı fərqi başa düşməməyimizdən qaynaqlanır. Çünki qadın emosional, kişi isə davranış rasionaldır. Qadın evdə sıxılıram, ürəyim sıxılır, mən darıxıram deyəndə kişi bir televizor alır. Amma qadın deməsi ki, mən gəzməyə apar. Yaxşı, bəs biz hardan bilə bilərik ki, hansısa bir insan hardan başa düşə bilər ki, o reallığı yox, qurduğu xəyal dünyasını yaşayır? İlk növbədə burada mübahisələrin zəmininə baxacağıq, gözləntilərə baxacağıq. Nəyi gözləyirik? Əslində reallıq nədir? Məsələn, hansısa bir şəxsin ailə münasibətləri zəminində həyat yoldaşından qeyri-adi bir nə isə tələb etməsi böyük bir xəyal qırıqlığına gətirib çıxardır. Bayaqlarım sosial şəbəkədə bir xəbər qarşıma çıxdı. Həyat yoldaşı xanımı səni istirahətə aparacağam deyib və yolda xanım biləndi ki, kəndə gedirlər. Həyat yoldaşını maşından itələyib və qəza vəziyyəti yaranıb, kişi asfaltın üzərində uzanmışdı. Bu halda təbii ki, hər iki tərəfdə günah var. Biri doğru məlumatlandırmayıb, digəri isə bu məlumatlandırılmamanı əfv edə bilmiş. Amma bunun qəzaya səbəb olacaq qədər yolun ortasına itələmək isə bu başqa bir cinayət hadisəsidir. Burada məsələ nədir? Burada mən ümumiyyətlə kiminlə ailə həyatı qururam və bu ailə həyatında quranda kişi mənə nələri verər gözləntisinin səhv qurulmasıdır. Yəni, əgər mən sosial statusu və ya maddi vəziyyəti kəndə gedəcək və istirahət edəcək səviyyədə bir adamdan Maldiv adalarını gözləyirəmsə, bu mənim problemimdir. Ya mən gözləntimə uyğun adam tapmalıydım, ya da ki, bunu nəyə görsə tənzimləməliyim. Bu absurd bir məsələdir və bu absurd məsələnin toqquşmasında, məsələn, oturub hesablayanda ki, Bakıdan neçə il müddətinə ev ala bilərəm və hansı maaş müqabilində. Həyat yoldaşımdan isə hər gün ev tələb eləməklə bu mənim həyat yoldaşımın sadəcə olaraq infarktına səbəb olacaq ya da bu ailənin dağılmasına. Yaxşı, bəs bavarizm
ən çox hansı insanın, hansı xarakter tiplərində özünü göstərir? Belə kateqoriyalaşdıra bilirikmi biz insanlar ki, bu tip insanlarda bavarizm var, daha çox olur. Bəli. Deməli, uşaq vaxtı ailə tərbiyəsində qız uşaqlarına şəxsiyyət verilmədikdə, qız uşaqlarını həyatda reallıqla tanış eləmədikdə, onun həyatın qapalı zonasında saxladıqda, istər qız uşağı olsun, istər oğlan uşağı olsun, onların illüziyaları yaranır. Reallığın yerini illüziya tutur. Və bu illüziya imkan vermir ki, insan reallığı dəyərləndirib əsl potensialından xəbər tutsun. Problem buradan başlayır. Hər bir şəxsin özünü reallaşdırmaq, özünü yaratmaq xəyalları və illüziyaları var. Və bu xəyal və illüziyalar gəlib reallığa töküləndə, reallığa qovuşanda insan reallığı asta-asta, xırda-xırda kəşf edir. Xüsusilə bunu pul sahəsində, uşaqların pul sahəsində tərbiyəsində mühüm rol oynayır. Məsələn, 5-6 yaşından artıq uşağa pul vermək lazımdır, onun maliyyə və maddi vəziyyəti idarə etməsini xırda-xırda qurmaq lazımdır. Ona ən azından yaxınlıqdakı oğlan və qız fərqi yoxdur. Çünki qız uşağı da indiki dövrdə fərqi yoxdur. Yəni bu ehtiyacdır. Sonra onların təhsil, seçim, geyim və bir çox şeylərdə geyim azadlıqları. Biz niyə deyirik ki, uşağın qabağına yemək qoyan zaman onun nə istədiyini soruşaq? Bəyəm o çox vacibdir, o an o bozbaş seçir ya dolma seçir. Yox, məsələ uşağa seçim qazandırmaqdır. Bu seçim qazandıran uşaq reallığı dəyərləndirir. Amma ona o seçimi vermədikdə isə o seçim əvəzinə gedib öz Barbie kuklasının qarşısında istədiyi illüziyada istədiyi yeməyi yarada bilər. Bavarizm illüziyadır. Bavarizm ailə reallıqlarından qopmadır. Bavarizm ailə resurslarının dağılmasıdır. Bavarizm evi yoxdur, sən bacarmadın, mən bacardım deyə meydan oxumadır. Bavarizm bizim qorxularımıza məğlub olmağımızdır. Bavarizm bizim xanımlığımızın hansısa lazımsız yerlərdə vasitəyə çevrilməsidir. Yaxşı, ailə münasibətlərində belə bir proses var. Tutalım ki, kimsə harasa gedir, getməliyik. Kişi söz verib ki, filan vaxtı gələcəm, səni filan yerə aparacam. Gəlir, deyir, bağışla, bu gün yorğunam. Qadın deyir, hə, yaxşı, ged yat, narahat olma. Kişi gedir yatmağa, başladı ev işləri. Taqqataraq, qazan buradan yuyulur, toz soğuran oradan taxılır. Bax, bu nədir? Bunu necə izah edir? Qızların tərbiyəsində valideynlər daha çox ona diqqət yetirməlidirlər ki, qızlar sözlərini emosiyasız və rahat şəkildə çatdıra bilsinlər. Özünü ifadənin rahatlığı. Bunu tez-tez ailələrə də, ailə terapiyalarına da tövsiyə edirəm ki, əgər hər hansı bir sözün varsa, bunu emosiyadan azad bir şəkildə gəldi və çözüm axtar. Emosiyasız nə deməkdir? Emosiyasız o deməkdir ki, mənim dediyim sözün içərisində qisas yoxdur. Mənim dediyim sözün içərisində kinayə yoxdur, sözü kinayə ilə qururam. Mənim dediyim sözün içərisində qəzəb yoxdur. Mən sadəcə olaraq səmimi bir şəkildə huzur axtaracaq və çözüm axtaracaq şəkildə gəlib deyirəm ki, əzizim, mənə söz vermişdim. Heç mi gedə bilmərik? Heç alınmaz, heç alınmaz. Bəs ona nə idi? Bax, mən bayaqdan gözləyirəm, hazırlaşmışam, həvəslənmişəm. Bunun içərisində tam bir səmimiyyət olduğuna görə, hətta yorğun adam belə insanın yanına düşər və deyir ki, ev yoxdur. Gəl gedək, amma orada şərait yarat ki, mən yatım. Və burada məsələ həll olur. Amma özünü ifadə eləməyə bacarmayan, söz deməkdən çəkinən, ağzımızın dadı bozulmasın Ali Rza bəy deyib susan qadınlar pasiv aqressiyaya əl atarlar. Pasiv aqressiya qabları möhkəm yumaq, səhər-səhər tezdən hər kəs yatarkən toz soranı qoşmaq, evdə səs-küy salmaq, sonra televizora yüksək səslə baxmaq və bir çox şəkildə qarşımdakı necə incidimdir də bu. Necə eləyim ki, o incisin, narahat olsun. Bu çox dəhşətli nəticələr verən bir haldır. Bu çox mənfi bir energetikadır, mənfi bir enerjidir. Bu ailə huzurunun və ailə ocağının söndürülməsidir və bunun çox pis bir nəticəsi var. Məsələn, bu tip qadınlar, pasiv aqressiya tip sərgiləyən qadınların gözləntiləri həmişə böyük olur. Adətən bu ideyayla, bu istəklə gəlirlər ki, Ülbək xanım, ailə büdcəmiz düzəlmir, ailə məsələləri, maddi vəziyyətimiz düzəlmir. Onda baxıb görürsün ki, ailədə pasiv aqressiya var. Pasiv aqressiya olan ailələrdə kişi o qədər uğur qazanmır. Qadın da o qədər uğur qazanmır. Çünki orada bir pasiv aqressiya evdəki o huzuru, o rahatlığı dağıdır. İnsanın rahatlığı və huzuru tapacaq bir yer olmalıdır.
o yer yoxdursa, insan bir növ necə deyək, enerji yığan, zaryadka yığan telefon kimi təsəvvür edin. O gəlir orada Hardasa o yığmalı. zaryadkanı yığmalısan ki, sabaha döyüşə hazır olasan. O döyüşə hazır olduğun yerdə onu əldə edə bilmirsənsə, sabah sənin gücün olmayacaq. Və bu güc istər mənəvi olsun, istər maddi olsun. Və bu pasiv aqressiya uğuru dağıtmaqdır. Və o anda fikirləşmək lazımdır ki, mən nə qədər həyat yoldaşımın uğurunu dağıdıram. Və burada artıq qadın və kişi söhbəti olmur, biz söhbəti olur. Biz söhbəti. Orada artıq biz söhbətində mən içimdəki o kin, qisas, qəzəb, uğur dağıdıcılardır, düşmənlərdir. Bunu ailə ocağıma yaxın buraxmaqdansa gedib sözümü deyirəm. Lap biraz emosiya da qatıram. Deyirəm ki, bax sən məni incitdin. Amma o incikliyi qəlbimdə daşıyaraq onu toz sorana, televizora və yaxud da ki, hansısa qab-qaşığa tətbiq eləmirəm. Çünki bu necə deməkdir? Bu nə deməkdir? Bu düşmənçilikdir. Bu pasiv düşmənçilikdir. Bəs yaxşı, bu formada biz ailənin bütün yükün qadının üstünə atmış kimi görünmürük ki, hər şeyin mənbəyi səndədir, sən eləməsin olmayacaq. Qəbul etsək də, etməsə də dünyanın məhvəri qadındır. Qadın həm gözəllikdə, həm enerjidə, həm anadır, yaradıcıdır. Qadın yaradıcı olduğuna görə əslində bu mənfi bir məsələ deyil. Çox müsbət bir məsələdir. Əgər mən bilsəm ki, mənim dünyaya fayda verməyim, dünyanı daha da gözəlləşdirməyim 2% olsun, 1% olsun məndən asılıdır və mən buna görə öz potensialımı ortaya qoymuramsa, sizcə mən necə bir adamam? Zalım. Bəli, bu baxımdan evi yoxdur. Qadın üstə lap yük qoymayaq. Heç nə qoymayaq, heç nə eləməyək. Sadəcə olaraq deyək ki, qadın ümumiyyətlə ana olaraq öz işini başa çatdıra bilərmi? Bunlar mühüm məsələdir. Mən də qadın olaraq bunu tez-tez düşünürəm. Düşünürəm ki, ümumiyyətlə övladlarımın, cəmiyyətin, dostlarımın uğrunda nə qədər iştirakım var. Mən nə qədər səmimiyəm. Mən onlara nə qədər köməklik edə bilirəm. Ümumiyyətlə insanların həyatındakı rolum nəyə əsaslanır? Onlardan gözləntilərimə, tələbatlarıma, yoxsa onlara doğrudan da kömək etmək səmimiyyətimə? Bax, bu ikinci aktual olanda insan istər ana olsun, istər ata olsun, istər oğul olsun, onlar orada səmimidirlər, səmimi döyüşürlər. Orada o gözləntilərdən sıyrılıblar, nəfsdən sıyrılıblar. Tez-tez bunu təkrar edirəm. Deyirəm ki, qarşımızdakı insanı həyat yoldaşım, oğlum, övladım, qaynanam, baldızım yox. Allah bəndəsi olaraq düşünsək, görəsən nə baş verər? Yaxşı, bax, belə bir şey də var. Qarşımızdakı indi çox adama deyirlər ki, get denən ki, səni olduğun kimi qəbul eləsin. Mən beləyəm, məni olduğum kimi qəbul elə. Bu da bir bəladır. Siz indi fədakarlıqdan danışdınız. Ağlıma gəlir ki, yəni fədakarlığı biz indi o qədər ayırıb bir kənara qoymuşuq ki, niyə mən eləməliyəm? Niyə mən ona görə nəsə bunu bura qoymalıyam? Mən beləyəm, mən bunu bura qoymağım gəlmir, o da məni belə qəbul eləsin. Bu bizdə nəyə aparıb çıxarır, nəyə yol açır? Əgər məni olduğum kimi qəbul et cümləsini deyiriksə, onda qarşı tərəfdəkinin də məni olduğum kimi qəbul et prinsipi aktual olur. Onda biz hər ikimiz bir-birimizi məni olduğum kimi qəbul et prinsipi ilə yaşayırıq və yaşayan zaman onda belə çıxır ki, iki qoçun başını bir qazanda qaynatmaq niyyətinə düşmüşəm. Onda birinin od, birinin su olması, münasibətləri xilas etmək, ümumiyyətlə niyə ailə həyatı, münasibətlər yarış halına gəlməlidir? Nəyi ayırd etməyə çalışırıq? Ümumiyyətlə nəyə nail olmaq istəyirik? Biz ümumiyyətlə burada bir-birimizlə ümumiyyətlə tanış olmuşuq ki, vuruşaq, dalaşaq, nəyisə ayırd eləyək, bir-birimizə sübut eləyək. Dərdimiz budur yəni bizim. Yəni bunun üçün bir araya gəlmişik. Ümumiyyətlə dünyanın dəqiq bir qanunu var. Bu fiziki bir qanundur. İki güc mərkəzi bir yerdə olmur. Bu mənim fikrim deyil. Həmişə güc mərkəzi bir dənə olur. İndi təsəvvür edin ki, bizim ölkədə iki prezident var. Bu necə olacaq? Təbii ki, vətəndaş müharibəsi olacaq, dövlət parçalanacaq, dövlətin mərkəzləşməsi olmayacaq, hərə orada bir səs çıxardacaq, heç bir qüdrətdən söhbət gedə bilməyəcək. Bu necə baş verəcək? İndi təsəvvür edin ki, ailə münasibətlərində prezident və vitse-prezidentin yeri dəyişir. Orada iki prezident var. Orada iki güc qaynağı var. O iki güc qaynağında təbii ki, müxtəlif ziddiyyətlər meydana çıxacaq, müxtəlif
səslər meydana çıxacaq, müxtəlif rənglər meydana çıxacaq və orada maskulin qadın mən deyən olacaq. Mənim gözləntilərim qarşılanacaq. Yalnız burada fədakarlıq edən mən deyiləm. Burada gecə oyanıb uşağın ardınca gedən mən deyiləm. Burada mən davası gedir, mən davası. Burada qətiyyən ailə huzurundan söhbət gedə bilməz. Bu ailələr boşanırlar. Ona görə Azərbaycanda boşanma bu günü-gündən bu qədər rəqəm olaraq artır. Yəni bu dəhşətli, bu cəmiyyətin çöküşüdür, bu cəmiyyətin səs-küyüdür ki, orada daha çox mən deyən olsun ideyası var. Mən bacararam, mən edərəm, mən öz ayaqlarımın üzərində duraram. Və orada daha çox tənhalıq var, orada daha çox ağrı var, orada daha çox dəhşət var. Və təəssüf ki, daha çox Emma kimi sonluqlar var. Və Emma kimi sonluqlar var, intiharlar var. Və bu intiharların yalnız bir psixoloji çözümü var. Travmalar çox bahalıdır. Problemlərimizi bilərək psixoloji yardım almaq, terapiyalara getmək, qarşımızdakı həyatımızda üzləşdiyimiz problemlərə xərclədiyimiz pul və enerjidən qat-qat ucuzdur. Onda hamımıza bavarizmdən uzaq həyat arzulayaq. Bəli. Sağ olun.